Selam dostlar. Bildiğiniz kimi gelen günlerde yani may ayının 4'ünde Almanın Berlin şehrinde bir seminer geçilecek Azerbaycan adına. O seminarın Türkçe adı Azerbaycan ve devamlı demokrasinin formalaşması süreci ve Farsça adı Azerbaycan ve Revendi Şekiliye Demokrasiye Paydardır. Bu seminarı berpa eden Azerbaycanın medeni fəallarıdır. Herkes o adlara, yani o seminarda iştirak edən adlara baxdığında dəqiqcə bilə bilər ki, o seminarı kim bərpa edibdir. Ama size daha aydınlaşması için ben daha biraz çok detal verim. Bu detallar seminarın afişine baktığımızda ve adları orada gördüğümüzde dəqiqcə gözə çarpır. Əsli təşkilatlar iki bu seminarın arkasındadılar. İki Azerbaycan təşkilatıdır. Azerbaycan Demokrat Partisi ve Azerbaycan Demokrasi ve Qalxınma Ocağı. Yani seminarı berpa eden tanınmış Azerbaycan aktivistleri, Türk aktivistleridir. Ama seminarda iştirak eden adlar, ələlxüsus bir neçə ad. Yani Cenab Həsən Şəriət Mədarı, Cenab Reza Müridi ve Xanım Şirin İbadi. Bu üç şəxsiyyət mərkəzə aid demokrat kəsimə aid şəxsiyyətlərdirlər. Amma Türk kökənlidirlər. Azerbaycanlıdılar. Elə ona göre de bura dəvət olublar. Bundan sonra bir cənab da İran Sol Partiyasından Ağay Ümidi Əqdəmi adında ora dəvət olub. Gözəl bir insan, Azerbaycan sever bir insan, çok dikkatli bir insan, İran Sol Partiyasında çalışan bir insandır ki, ora dəvət olubdur. Seminarda 16 nəfər məruzəçi dəvət olunub. Bu 16 nəfərin içində 4 insan, adını çəkdiyim insanlar, Ay Şəriət Mədarı, Ay Muridi və Xanım Şirin İbadi, ondan sonra da İran Sol Partiyasından Təbrizli Ümidi Əqdəm ora dəvət olub. Yəni 16 çıxışçıdan 4 çıxışçı ki, adlarını çəkdim, mərkəz qruplarına aid. Amma mərkəz qruplarına aid deyəndə mərkəzdə sağçı var, solçu var, demokrat var, antidemokrat var, faşist var, şovinist var, hər zat var. Amma bu çağırdığımız insanlar Türk kökənli, Azərbaycan sevər insanlar olaraq bura dəvət olublar. Yəni 16 məruzəçidən 4'ü mərkəz demokratlardan, 12 kişi de Azerbaycan Türk aktivistlerini təşkil edirlər. Yəni o 12 insan ki orada məruzəçidirlər, hamısı tanınmış Türk ve Azerbaycan aktivistidirlər. Bu seminarın tərkibidir. Seminarın dili Farsça olacaqdır. Herkes, ələlxüsus bizim radikal aktivistlerimizden, Türk-Azerbaycan aktivistleri tarafından bir tənqid bu seminara yönəlilmiştir. Ki ne için bu seminarın dili Türkçe değil? Güzel bir tənqid, önemli bir bakış açısı. Ama seminarın berpa edenlerin nəzəri nedir? Ne için seminarın dili Farsça seçilmiş diye ne düşünüblər, ne daşınıblar bizimle paylaşabilirler. Sualımızı verebiliriz, tənkidimizi eləyə bilərik. Mədəni dildə tənkidimizi eləyə bilərik. Təxribat aparmadan, ittiham yaxmadan tənkidi baxmamız, tənkidi yanaşmamız çok normaldır. Ama Türk-Azerbaycanın bir kəsim radikal adlandırdığım aktivistler əsla demokratik dil, yapıcı dil, olumlu dille tənqidə gəlməmişlər. Belki onların dilleri tamamen təxribatçı karakterli, tamamen qarayaxma ve yıkıcı mahiyyət daşıyır. Ama o aktivistlerin tənqidi yanaşma şivəsinə toxunmadan bir suala cevap vermək istəyirəm. Bu seminardan hədəf nədir? Ne için bu seminar Türk dilinde geçir? Acaba Fars dilinde esasen seminer geçitmeye gerek var mı? Acaba seminarların, konferansların, oturumların hamısında Türkçe mi danışmalıyıq? Yani Türk dilinde yalnız aparmalıyıq. Seminarı berpa edenler hiç bile düşünmürlər ki, Güney Azerbaycan'ın milli müqəddəratının təyin olması ve Türk xalqının İran'ın çapında, genelinde beraber hak sahibi olmasını Azerbaycan'dan hariç başka xalqlara İran içinde, hatta başka ülkelere bölgede, hatta başka ülkelere dünya çapında ve onların dilinde tanıttırmak lazımdır.
Bu her bir milli demokratik hərəkatının gəlişmə sürəcində olmalıdır. Mesela Filistin hərəkatını dünyanın hər yerində olursan, kiminlə danışırsan, hangi seminarda oturursan, hangi konferansa gedirsən, yalnız ərəbcədə konuşmalıydılar Filistinlilər. Ya yox, harda hangi dil icab edirdi ki, Filistinin hakları dilə gəlsin, hangi dildə olursa olsun deyilsin. İrana gəldiğimizdə Türk xalqının İranın genəlində və ələlxüsus Güney Azərbaycanda hakları yalnız Türkçə mi deyiləcək? Əgərsə yalnız seminarlarımız Türkçə olursa, Türklərdən sonra kim bizim hak sözlərimizi eşitməyə imkan tapacaq? Hardan Fars toplumu Azərbaycanın və Türk xalqının haklarından qulağına bir şey deyəcək? İranda yalnız Fars xalqı değil, bəlkə bizim əlaqəmiz, ilgimiz qeyri-Türk xalqlarla İranda da Fars dili ilə gerçəkləşməlidir. Eyni halda çox önəmli olan Fars dilində Azərbaycan adı, sözü, haqqı deyilirsə, adın çəkdiyimiz o mərkəz toplumun böyük bir kəsimi Türkdür, amma Fars dili ilə eğitim və öyrətim almış və bir sıra milli maarifləşmə sürəcinin başlaması üçün Fars dilindən də istifadə etmək mümkündür. Bu balaca müqəddəmədən ötür mən sizə bu seminarın hədəfini belə izah edə bilərəm. Bu seminar iki baxışdan və ya iki çıxış açısından çox ciddi önəm daşıyacaq. Birisi çıxışçıların danışığı və mühtəvası cəhətindən. İkincisi ki, mənim nəzərimdən seminarın ən önəmli yönünü təşkil edir, Azərbaycanın varlığını, Azərbaycanın bir aktiv bir varlığını İran çapında göstərməkdir. Təəssüflə bizim aktivistlərimizin bir bölümünün baxış açıları elə bir şivəyə qapsanıb ki, Azərbaycanı Azərbaycandan xaricdə tanıtdırmaya, onun həyatını, varlığını göstərməyə bir çaba yoxdur. Azərbaycan İran sahəsində qayıb kimi bir şeydir. Bu seminar Azərbaycan hərəkatının və Azərbaycanda gedən düşüncənin, milli marağın, Azərbaycanın gələcəkdə milli müqəddəratının təyin olması haqqında danışmalar Azərbaycanın varlığın və onların istəklər və tələblərini meydana qoymaq deməkdir. Seminarın bu aşamada meydana gəlməsi, Fars dilində olması, xüsusən mərkəz demokratlardan, adını çəkdiyim şəxsiyyətlərdən bu seminara dəvət olunması və bu seminarda iştirak eləmələri dəqiqən Azərbaycan məsələsini İran çapında və mərkəz toplumunda qaldırıb adını çəkmək və varlığını göstərməkdir. Amma təəssüflə baxdığımızda bəzi radikal aktivistlərin bu seminara qarşı tutumları çox xəsmanə, çox təxribatçı karakterli və çox yıxıcı mahiyyəti vardır. İndi isə mərkəz faşistləri tərəfindən də bu seminar hücum altındadır. Onları görməyə dəvət edirəm. عکسشون این بنرشون رو به شما نشون بدم. اینه. خودتون میتونید پیدا کنید. خب حسن شریعت مداری، پسر آیت الله شریعت مداری، شیرین عبادی، رضا مریدی، علی رضا اردبیلی، ژاله تبریزی، ضیا صدرالاشراف، این هم یه جرثومه‌ایه، محمد حسین یحیایی، حسن افراز، نگار گلکار، رضا طالبی، امید اقدمی، صحرا حکاکپور، یونس شاملی، سینا یوسفی، یونس لیسی، اومای رادمر. خب این حالا اینا کیان؟ اینا تجزیه طلبانی هستن که قصد تجزیه آذربایجان رو دارن، کردستان رو دارن، بلوچستان رو دارن، خوزستان رو دارن، هر جای استان هست دارن. فعالان جامعه مدنی آذربایجان. حالا شریعت مداری و شیرین عبادی رو خیلی میشناسن، بارها در مورد مسائل ملل ایرانی صحبت کردن، به عنوان فدرالیسم دنبال تجزیه طلبی.
رضا مریدی که این مجاهد بوده قبلا، در کانادا ترک هم هست، سیاستمدار بوده در کانادا، مثل که وزیر محلی بوده. علیرضا اردبیلی به نام علیرضا قزوین زاده بوده، از قزوین بردنش اردبیل. خیلی جالبه، یه نقطه مشترکی بین قزوین و اردبیل هست که بچهای قدیم خوب میشناسن این بازی ها رو. هرچی که در قزوین دیده شده در اردبیل هم زیاد دیده شده. دکتر ژاله، البته دکترش معلوم نیست، اینا خودشون دکتر ژاله تبریزی مدیر گروهی است به نام جمعیت حقوق بشر آذربایجان که با نام آرک شناخته می شود. ضیا صدرالاشرافی طرفدار ایران فدرال است. این قبلا تو پاریس هم بود، من یه بار اینجا دیدمش. محمد حسین یحیایی، فرقه سرسپرده فرقه دموکرات آذربایجان، مال عهد دقیانوس. حسین افراز، فعال سیاسی ترک، نه ترک، ترک یعنی جدای طلب، ترک یعنی نوکر استالین. اینا از اون فعالانن. باز دوباره داره اون روی من بالا میاد. رضا طالبی، معلوم نیست چه مواضع سیاسی، آقا بالاخره قاطی ایناست دیگه. بذار قیافش نگاه کنم، شاید بشه از قیافش تا حدی شناخت اینجور آدم ها. بله، یه آدم نیشخندش هم بازه و بیشتر به فرصت طلبا میخوره قیافش. خب، امید اقدمی یک فعال سیاسی جمهوری‌خواه و چپگرا می باشد. صحرا حکاکپور ظاهرا یک فعال فمینیست آذربایجانی است. یونس شاملی هم که از اون تجدید طلبای معروفه دیگه. سینا یوسفی وکیل است که وکالت تعدادی از فعالان حرکت ملی آذربایجان را به عهده داشته است. این مطلب را هم توضیحاتش رو آقای دکتر سعیمی نوشته. Sadə deyişlə deyə bilərəm ki, bugün Azərbaycanda ifrati türk milliyyətçiləri İranın aşırı milliyyətçiləri ilə yan-yana durub bu seminara qarşı təxribat aparmaqdadırlar. Buyurun bu elana baxın. Azərbaycan və davamlı demokrasinin formalaşma sürəci. Altında bu əski əlifbeyi ilə yazılıb təbii ki və altında yazır ki, təşkilatçı Azərbaycan mədəni toplum fəalları və nə Həsən Şəriət Mədarisi, nə Şirin İbadisi, nə Riza Moridisi, bunlar, 3 nəfərdən hələ danışıram, bunların təki belə nə Abbas Lisanı haqqında, nə Fərşi haqqında, nə Əkbər Azad haqqında, nə Yürüş Mehrəlbəyli haqqında və digər nə qədər zindanlarımız ki var indi Siyamək haqqında ki, hafizəm icazə vermir adlarını xatırlayan, bu günə qədər bir dənə də bəyanat verib məhkum etməyiblər və yaxud məhkum heç. Bunları niyə tutubsuz? Həsən Şəriət Mədari, İttihad-ı Cumhurixahan İran. Bunun başında duran bir şəxsidir. Yəni, Republikanlar da birliyinin sədri. Belə desək, və burada ümumiyyətlə Umay Radmehr, yəni şəxsən mən tanımıram kimdir, barəsində heç nə deyə bilmərəm. Yunus Leysi tanımıram, Sina Yusufi tanımıram, Həsən Əfraz tanımıram, Nigar Qolkar tanımıram, Ümid Əqdəmi tanımıram, Səhra Həqqaqpur tanımıram. Amma bir şeyi sizə deyə bilərəm ki, dostlar, indi Jala xanım təbii ki, ola bilsin ki, Birləşmiş Millətlər Təşkilatında fəaliyyətinə görə orada dəvətli və qəbul edib və yerində olsaydım kökündən rədd edərdim. Və qalanlar ki, bizim tanıdığımız soydaşlarımızdır, bunların təqdimatına ehtiyac yoxdur və siz bunların hamısını tanıyırsınız. Bunlar sol düşüncədən, mücahid və yaxud sol düşüncədən milli hərəkata sızıb, amma eyni zamanda o solçuluğu heç vaxt onu buraxmayan və ondan geri çəkilə bilməyən qüvvələrdir.
Bunu illər boyu danışıqlarında da bunu sübut ediblər. Yəni bunlar əslində kommunist təfəkkürlü, ideyalı və yaxud xalq mücahidləri təfəkkürlü, ideyalı bir adamlardılar ki, gizli də deyil. Yəni məqsədimiz bunları əzmək, təhqir, kəsinliklə bu deyil, kəsinliklə. Amma məqsəd budur ki, bu milli hərəkat sahibsiz deyil. Hər gələn o bostana bir daş ata. Əgər siz edam vermişsiniz, birinizin dədəniz edam olub bu ideya üstündə, yəni bu solçuluq, kommunistlik, tudey, nə bilim, mücahidlik, ya bacınız edam olunub, ya qardaşınız edam olunub filan. Axı çox maraqlıdır. Necə ola bilər o ideyadan çox qısa bir zamanda qopub gəlib milli hərəkata, Azərbaycana sığınıbsınız? Eybi yoxdur. Amma axı Rıza Moridi həyatı boyu İran şəhərlərinin ixtiyarında olub. Keçənlərdə də mən çağırıb müsahibə də eləmişəm. Günas TV-də də bir zaman o müsahibə etmişəm, danışdırmışam. Ya biz bunu təhqir üçün demirik dostlar. İdeyaları budur, fikirləri budur. Hörmətimiz var, soydaşımızdır. Yəni müşkülümüz yoxdur. Şirin İbadi tamam Nobel mükafatı alıb. Amma bütün vücudu ilə, bütün o hüceyrəsində olan o qanların hamısı İran şəhəri üçün, pan-İranistlərin ixtiyarında. Həsən Şəriət Mədari var gücü ilə pan-İranistlərin ixtiyarındadır. Yaxşı, gedin televizyonlara baxın, bu pan-İranistlərin televizyonlarına baxın. Adlarını çəkirəm, Voice of America, hətta Amerikanın büdcəsi ilə, elə BBC, İngilistanın büdcəsi ilə, İran International, indi hansı ölkənin nə büdcəsi ilə işim yox. Cavad İsmail bəyli fikirlərini burada ələ alıb biraz onun bu təxribatçı karakterli tənqidlərində nə qədər səmimi olmasını sizə göstərmək istəyirəm. Cavad bəy İsmailini deyir ki, milli hərəkət sahibsiz deyil. Cavad bəydən sormaq lazımdır ki, milli hərəkətin sahibi kimdir? Tanınmış aktivistləri tanımayan Cavad bəymi? Türk milli hərəkatı Güney Azərbaycanda və İranın genəlində Türklərin toplumsal bir hərəkəti və o hərəkət Türklərin milli mənafeyini Güney Azərbaycanda və İranın genəlində və çapında təmin etmək üçün bir çaba və çalışmadır. Bu hərəkatın əsli sahibi milyonlar xalqımızdır. Aktivist olaraq əgərsə bu hərəkatın sahibini sorsanız, mən belə cavab verirəm. Hər bir türk insanı ki, Güney Azərbaycanda və İranın genəlində milli hoviyyətini türk, dilini türkcə və Güney Azərbaycanı milli vətən bilir, bunlar bu hərəkatın sahibidirlər. Hər bir insani ki, Güney Azərbaycanda milli müqəddəratın təyin olmasına hətta bir balaca addım da atır. Hətta addım atmasa belə hissi var. Hətta yalnız ailəsi içində və ya məhəlləsində, xiyabanında, işində Azərbaycandan və Türk xalqının hüququndan müdafiə edir. Türk milli hərəkatına aid bir şəxsiyyətdir. Bu hərəkatın sahibləri onlardır. Amma Cavad bəy İsmailin sözlərinə baxdığımızda Cavad bəy bəyəndıqları milli hərəkətin sahibləri, bəyənmədikləri milli hərəkatın düşmənləri kimi adlandırır. Yəni Cavad bəyin zehniyyəti Azərbaycanda hakimiyyətə gəlirsə, Azərbaycanı fəlakətə oturtdurur. Azərbaycanda siyasi gücləri onların fərqli düşüncələri üçün parçalayır, baltalayır və düşmənə ki bizim içimizdə gərginlik düşsün, ayrılıq düşsün, parçalanma düşsün deyə o düşməni sevindirir. Cavad bəy İsmail bizim aktivistlərimizi mücahid səsləndirir, komünist adlandırır, tudeyi adlandırır. Əvvəla Türk-Azərbaycan Milli Demokratik Hərəkatın sıralarında hər türlü düşüncə sahibi olan insan var. Kommunisti də ola bilər var, solçusu, sosialisti də ola bilər var, milliyyətçisi var, liberal insanlar var. Hər bir ideolojik düşüncədə hesab edirsəz, bu hərəkatın aktivistlərində o ideolojilara dayananlar var.
Əcəba gələcək Güney Azərbaycan dövlət quruluşunda ideoloji qadağanlığı gətiriləcəkmi? Kommunistlər yaşamaq üçün qadağan olacaqlarmı? Solçular düşmən sayılacaqlarmı? Cavad bəy İsmail və ya onun kimi düşünən insanlar hətta bugündən belə türk toplumunu bu ideolojik anlayışa dayanaraq parçalamağa, bölməyə, dağıtmağa çalışırlar. Yəqin ki, belə bir zehniyyət Azərbaycanda güc tapırsa, Azərbaycanı içəridən parçalar, içəridən gücsüzləşdirər, içəridə gərginlik bərpa etməklə eşikdəki düşmənə, mərkəz qüvvələrə İranda fürsət verir ki, Güney Azərbaycanın milli müqəddəratını təyin etmə çabasını bastırsınlar. Necə ki, 1946-cıda bir dəfə bastırıblar və Azərbaycan Milli Hökumətin həzimətə uğradıblar. Cavad bəy İsmaildən sormaq lazımdır ki, bugün Azərbaycanın aktivistləri sırasında olan hangi insan var ki, xalq mücahidlərinə bağlı bir insandır? Hangi bir milli Türk aktivisti vardı ki, Hizb-i Tudiyə bağlıdır? Birinin adını çəkə bilərmi? Yəqinim var ki, birinin də adını çəkə bilməz. Bir tərəfdən də bugünkü aktivistlərimizin geçmişdə hangi idiyə, hangi ideolojiyə, hangi siyasətə bağlı idilər deyə deyil, bugün hangi düşüncəyə sahibdilər, bugün hangi siyasətə xidmət edirlər deyə düşünməyimiz lazım və onlara bugün hangi siyasətə önəm verirlər deyə odaqlanmağımız lazımdır. Yaydığım videolarda Cavad bəy İsmail'in düşüncəsi bu seminarın haqqında bir mərkəzçi, həqiqətən faşist və adam yiyənlə fikri üst-üstə düşürsə, siz və mən Cavad İsmail bəylinin kimə xidmət elədiyi haqqında nə düşünə bilərik? Necə ola bilər ki, bir Türk Azərbaycan aktivistinin fikri, siyasəti bir İran mərkəzçi faşistin fikri üst-üstə düşsün? Elə buna dayanaraq deməliyəm ki, aşırıcı düşüncə nəhayətdə xalqın ziyanına olan bir düşüncədir. Siyasi bir düşüncə, ideolojik bir düşüncə, bugünkü tanınmış normativ düşüncələrdən, əqlaniyyətdən və rasional düşüncədən uzaq olursa, yəqin ki, o xalqın əleyhinə tamam olan düşüncədir. Yoxsa Cavad bəy İsmail'in fikri ilə bir İran mərkəzçi faşistin fikri nə üçün Azərbaycan adına bir seminarın keçməsinə düşməncə yanaşsınlar? Çox təəssüflə Azərbaycanın aktivistləri sırasında bir aşırıcı kəsim var və həqiqətən bunların hərəkətləri, düşüncə tərzləri çox ciddicə hərəkatın simasını bozmaq, hərəkatın genişlənməsinin qarşısını almaq və hətta Azərbaycandan xaric hərəkatın simasını çox aşırı göstərib, qorxudub, qaçıdıb, diskitməyə səbəb olmaqla sonuclanır təəssüflə. Amma hərəkatımızda keçən 30 ilin gedişatı göstərir ki, gün geçdikcə aşırıcılıq zəifləyir, normativ düşüncə, əqlani düşüncə onun yerini alır və bu vasitə ilə hərəkatın genişlənməsinə, topluma yayılmasına və hətta başqa toplumlarda Azərbaycanda Türk Milli Demokratik Hərəkatına pozitiv zehniyyət yaranmağa yönəlir deyə düşünmək olur. Hər nə isə məncə bu aşamada milli hərəkatın gəlişməsi sahəsində çox diqqətli və çox titiz olmalıyıq. Ümid edirəm zərurətlər bir neçə dəqiqənizi almağa dəyər. Sağ olun. Özüm kimi bu qallıdır uca dağları, Üstüne bir yanaşıktır yaşıl bağları. bizimle bir başlamıştır güzel çağların. Yurdum yuvam meskenim sen Azerbaycanım, anam olma vətənim sen Azerbaycanım.